Qorxmadan yaşamaq və sevdiyin işlə məşğul olmaq. İraqlı alim və peşəkar musiqiçi Mirna Ayşo Amerikadakı həyatını belə təsvir edir. İranda qadınların vəziyyəti ABŞ-da qadınların vəziyyətindən çox fərqlidir. Ayşo İraqda bakalavr təhsilini başa vurduqdan sonra 2015-ci ildə 22 yaşında ABŞ-a gəlib və 2017-ci ildə Colorado Dövlət Universitetini hüceyrə və molekulyar biologiya üzrə magistr dərəcəsi ilə bitirib. O, əvvəlcə tibbi cihazların və digər vasitələrin işi və keyfiyyətini yoxlamaq üçün testlər apararaq laboratoriya cihazları mütəxəssisi kimi təcrübə keçib. Bundan sonra isə bu sahədə mütəxəssis kimi fəaliyyətə başlayıb. Mən texnologiyanı çox sevirdim və çox sayda qadının bu işi gördüyünü görmürdüm. ABŞ-da o həm də konsertlər və festivallarda çıxış edərək peşəkar zərb alətləri ifaçısı kimi azadlıq əldə etdiyini və bunun vətənində mümkün olmadığını deyir. İraqda mənim kimi zərbçi metalisti təsəvvür edin. Məni müəyyən stereotiplərlə bağlayırdılar. 8 Mart Beynəlxalq Qadınlar Günü qadınların sosial, iqtisadi, mədəni və siyasi uğurlarının qeyd olunduğu bir gündür. BMT-nin qadın məsələləri üzrə sözçüsü Paloma Escudero bildirib ki, bu günü qeyd etmək o demək deyil ki, qadınların həyatlarını yaxşılaşdırmaq üçün daha çox iş görülməsi lazım deyil. Qadınlar demək olar ki, hər sahədə bərabərlikdən uzaqdırlar və biz görürük ki, dünyanın üzləşdiyi bir çox müharibə və COVID-19 da daxil olmaqla böhranlarda həmişə ilk növbədə və ən çox əziyyət çəkən qadınlar olur, deyə o bildirib. Ayşo qaçqın qadın və uşaqların Amerikada məskunlaşmasına kömək edən qeyri-kommersiya təşkilatlarında könüllü işləyir. Tədbirlərin birində o Rusiyanın müdaxiləsindən sonra vətəni Ukraynadan qaçan aşpaz Tatyana Stratilatla tanış olub. Ayşo ona immiqrasiya ilə bağlı bəzi məsləhətlər verib. Stratilat isə onu Ukrayna mətbəxi ilə tanış edib. Tatyana Stratilat bildirir ki, Ukrayna və İraqda qadınların həyatı fərqlidir. Lakin qadınların qeyri-ənənəvi karyeralarda uğur qazanmaq uğrunda mübarizəsi universaldır. Ukraynada elə burada da aşpaz qadınlar çox deyil. Əksəriyyəti kişilərdir. Bunun əksini sübut etmək asan deyil. Stratilat bildirir ki, müxtəlif ölkələrdən olan qadınların bir-birini dəstəkləməsi və bir-birindən öyrənməsi onu ruhlandırır. Mən ABŞ-a köçəndən sonra nəhayət aşpaz kimi işləməyə başladım. Colorado Dövlət Universitetində yerli restoranlarda tələbələrə kulinariya dərsləri verirəm və müxtəlif icmalarda Ukrayna mətbəxini öyrədirəm. Özəl kulinariya təlimatçısı kimi işləyirəm. Müxtəlif ölkələrdən olan digər qadınlarla yemək bişirmək kimi həvəsimi bölüşmək mənə böyük sevinc bəxş edir. İnnovativ texnologiyaların inkişafı sayəsində Ayşo'nun seçdiyi fəaliyyət sahəsi inkişaf edir və o öz yerini tapdığına görə sevinir. Aerokosmik texnologiyalara böyük marağım var idi. Ona görə də SpaceX və NASA kimi bir çox kosmik agentliklərlə əlaqə qura bildim və onlara müəyyən kimyəvi maddələri təhlil etmək üçün düzgün laboratoriya cihazlarını seçməyə kömək etdim. Hazırda mənim işim kosmosa və ya kosmosdan göndərilən hər şeydən gələn radiasiyanı təhlil etməkdir. Dünya İqtisadi Forumunun 2024-cü il hesabatına görə iqtisadi iştirak və imkanlar, təhsilə nail olmaq, sağlamlıq və həyatda qalma və siyasi səlahiyyətlər kimi 4 əsas ölçü üzrə tam gender bərabərliyinə nail olmaq üçün 134 il və ya təxminən 5 nəsil lazım olacaq.